Salam əziz Azərbaycan xalqı və əziz göçərlər. Bugünkü mövzumuz son zamanlar moped və motosikletlərin qəzaları haqqında bildirmək istərdim ki, yəni bu bir həftə ərzində ümumiyyətlə bu vaxta kimi baş verən qəzalar, mopedlərin, motosikletlərin qəzaları haqqında bildirmək istərdim ki, yəni dönər sifarişləri olsun, digər mətərdim sifarişlər olsun. Bu haqda sizə deyə bilərəm, sizə bildirmək istərdim ki, yəni xahişim budur ki, yəni istər sifarişlər verdikdə, istər dönər, istər nə bilim nə, yəni bu bir həftə ərzində baş vermiş, son bir həftə ərzində və bu vaxta kimi baş vermiş qəzalara məlumatımız var. Bir həftə ərzində Göyçay şəhərində baş vermiş motosiklet qəzası, moped qəzası haqqında bildirmək istərdim ki, yəni bir Kamil qardaşımız Allah rəhmət eləsin, yəni dönər sifarişi ilə məşğul olduğu vaxt müddətdə, yəni avtomobillərin çoxluğuna görə motosiklet qəzası baş verərək dünyasını dəyişmişdir. Allah yəni rəhmət eləsin, yaxınlarına səbir versin. Hətta yəni bildirmək istərdim ki, yəni sifarişlər əgər verirsinizsə, yəni bu istər dönər olsun, istər digər məhsullar olsun, istər nə bilim kuryerlik olsun, motosikletlərdən istifadə olunur. Hətta yəni bunu bildirmək istərdim ki, Göyçayda, ümumiyyətlə Azərbaycanda, yəni Bakı şəhərində və ya digər rayonlarda maşın nəqliyyat vasitələrinin sıxlığı olsun və digər vəziyyətlər olsun ki, yəni motosikletlər və mopedlərin qəza şəraitinə yaratmağa şərait yaradır. Ona görə də sizlərdən xahişim yəni budur ki, yəni hər bir sifarişi verdikdə, yəni istər dönər olsun, istər qida vasitələri olsun və şeylər olsun, yəni tələsdirmədən, yəni kuryerləri, dönər sifariş etdiyiniz dükanları olsun, obyektlər olsun, tələsdirməyək. Çünki bu maşınların sıxlığı olsun, maşınların biraz tələskənliyi olsun, avtomobillərin tələskənliyi olsun. Ona görə də imkan vermirlər ki, məsələn, həm bir tərəfdən tez-tez zəng olsun, nəsə sifariş verəndə, istər dönər, istər bəzi vasitələrin, məsələn, əşyalar sifariş verəndə tələsdirmək lazım deyil. Tələsdirəndə istər-istəməz, yəni mən bunu maarifləndirmək üçün deyirəm ki, nə sifariş verirsəniz, hər bir insan, hər bir obyekt yəsi olsun, istər nə kuryer olsun, bir 500 manat pulun dairəcə getmək naminə tələsdirirlər, bir tərəfdən onu tələsdirirlər. O insanlar tələsdirirlər ki, yəni nə oldu, niyə gəlmədin, niyə belədir? Yəni tələsdirmə xahiş edirəm, hamınızdan bir şöbədə xahiş edirəm ki, bu motosikletlərə gələn sifarişlər olsun, kuryerlər olsun, onları heç vaxt sizdən gedərək özünüzü nətərdim belə deyək də, bəzilər var ki, bir ac qarnı olduğu müddətdə tələsdirir ki, niyə gəlmədin, nə armadın? Yəni tez-tez zəng eləməyin. Bu motosikletdir, mopeddir, avtomobillərlə rəqabətə girə bilməz. İstər-istəməz ani bir momentdir. Psixoloji təsir olanda kuryerlərə və ya dönər sifarişlərə və ya digər vasitələrə təsir edəndə ki, niyə gətirmədiniz, niyə gətirmədiniz? İstər-istəməz bu insan yola çıxanda qəzalar şərait yaradır. Yəni sizdən iki növbədə Azərbaycan xalqı olaraq, yəni Azərbaycan xalqı sizdən xahiş edirəm ki, yəni təkcə mən yox, amma yəni yer gələndə bəziləri, bəzi insanlarımız dərk edir ki, tələsdirmənin adı yoxdur. Yəni çox yəni acınacaqlı vəziyyətdir ki, düzdür, mopedlər rahatçılıq üçün, nətərdim, rahat nəqliyyat vasitəsi olduğu üçün çatdırılmağa görə hər bir şəraiti nətərdim, müştərilərinə razılıq əlaməti olaraq yerinə yetirsin. Amma yəni digər dediyim kimi, sözüm təkrar olmasın, tələsdirməyə adına, yəni nətərdim ki, yəni niyə gəlib çıxmadın, niyə mal gətirmədin, niyə qidanı gətirmədin, niyə dönəri və ya digər vasitələri eləmədin. Yəni qəzalar Allah nətərdim, o yolda baş vermiş qəzalarda olan dünyasını dəyişən adamlar rəhmət eləsin. Allah səbir versin. Yəni də deyirəm, sizə xahişim budur ki, bu videomu çəkməyə məqsəd odur ki, yəni tələsdirməyin, heç kimi tələsdirməyin. Sifariş verəndə də yarım saat gecə olsun, 5 dəqiqə 10 dəqiqə gecə olsun, heç bir sifarişiniz tez gəlib çatsın. İstər-istəməz yəni kimsə acılayanda da kuryerləri və ya digər dönər vasitələri çatdıran
motosiklet və ya moped sahiblərini heç vaxt tələsdirmir, psixoloji təsir olunur. Onlar da yola çıxırlar, istər-istəməz fikirli olurlar. Avtomobillər də hələ indiki yaxşılardan indiki insanlar bəziləri var ki, nətər deyim, bəziləri düzgün normal yol hərəkət qaydalarını bilmirlər. Nətər deyim, belə sürətlə sürürlər. Kim nətər gəldi, nətər deyim, yolu keçirlər. Svetofor gözləyən yox, nə bilim nə gözləyən yox. Deyir, oğru qışqır, doğrunun bağrına yarıldı. Yəni istər-istəməz gözləmək lazım. Tələsdirməyək. Hər bir insan, hər bir istəyir bir Göyçaylı olaraq, istəyir bir Azərbaycanlı olaraq, həm də yəni adam pis səs eləyir ki, insan yəni nətər deyim, belə hər şeydən nətər ölüm adiləşib. Allah zor eləsin. Yenə də deyirəm, yəni ölüm adiləşib. Ona görə də heç kimi tələsdirməyən adı yoxdur. Yəni bu günü sabah bilmək olmur. Sabah nə olacaq? Ona görə də hər bir kuryerlər, hər bir moped və motosiklet sahibləri sifarişlərini çatdıranda onu fikirləşmək lazımdır ki, tələsdirmək yox, fikirləşmək lazımdır ki, bu insan da ailə sahibidir. Bu insan da 500 manatın dairəcən getmək məqsədi ilə bu kuryerlik edirsə, çatdırırsa, yəni lazım deyil yəni. Yəni bu son bir həftə ərzində baş vermiş, yəni Göyçay şəhərində oluram özümdə. Yəni dönər sifarişi gələn müddətdə, yəni bir qardaşımız Allah rəhmət eləsin, qəza törədərək dünyasını dəyişdi. Yəni hər bir Azərbaycan xalqına, hər bir şeyinə sifariş verəndə, yenə də deyirəm, sözüm təkrar olmasın, bir kimlərsə mənim sözümdə nəsə nöqsanı yox, əsas mən sizə bəzilərinə, çox insanlara, yəni tələsdirmənin adı yoxdur. Yəni bir söz var, deyir, tələsən təndirə düşər. Ona görə də belə bir şeylərə, nüanslara, belə nöqsanlara yol verməyək ki, qarşıdan gələn nətər deyim, gələn sifarişlərinizi gətirən insan nətər deyim, samolyotdur, miqdur, nə bilim, yəni şey deyil də, yəni sürət qatarı deyil ki, gəlib çatdırsın, nətər deyim, bir dəmir yol vasitəsilə 2 ayda deyil ki, məsələn, güllə kimi gəlib nəsə insanları A nöqtəsindən B nöqtəsinə çatdırsın, yəni. Yəni sizə yenə də deyirəm, xahişim budur ki, hər bir Azərbaycan xalqına bu videolarımı YouTube'da da yerləşdirirəm, TikTok'da da yerləşdirirəm. Yəni şərt odur ki, bəyənib bəyənməmək nə öz yerində. Amma yəni maarifləndirmək məqsədim bu videonu çəkirəm. Yəni mən tanıyan bilənlər bilir ki, heç vaxt nəysə nöqsan yox, əsas maarifləndirmək, əsas insanlara nəysə öz düşüncələrimi əsərdim. Paylaşıram ki, bəzi insanlar tələsdirməsin. Bəzi şeyləri sifariş gətirənləri qəza şəraiti yaratmasın, psixoloji əsəb nətərdir, belə keçirlərək ki, insanları yola çıxartmasın. Yəni bir dəfə dediniz, bir dəfə sifariş verdiniz, gözləyin. Yarım saat, 5 dəqiqə, 10 dəqiqə bu insan gəlib çıxacaq. Nəqliyyat da, yəni onu da bilin ki, nəqliyyat vasitələri də, avtomobillər də istər Bakıda, istər bəzi rayonlarda olsun, Göyçayda olsun və ya digər məsələsində iri şəhərlərin vəziyyəti ilə əlaqədar maşınlar çoxlu sayılı vardı, yəni. Ona görə bunu nüanslara xahiş edirəm, yəni bu videonu çəkmək məqsədi odur. Beləliklə, diqqətiniz üçün sağ olun, özünüzə müğayət olun, Allah'a emanet. Yəni 5 dəqiqə 10 dəqiqə gecə olsun. Oldu. Sağ olun, Allah'a emanet.